Mağaranın sirləri, qaranlıq altındakı ümid çox uzun illər əvvəl ucsuz-bucaqsız dağların ətəyində yerləşən kiçik bir kənddə təbiətin bütün gözəllikləri ilə örtülmüş, eyni zamanda gizli və unudulmuş sirlərlə dolu bir mağara haqqında nəsillər boyu danışılan nağıllar var idi. Kənd sakinləri bu mağaraya qaranlıq mağaraya adını verirdilər, çünki onun dərinliklərində qaranlıq kimi səssiz, lakin həm də sehrli bir dünya gizlənmişdi. Hekayəmizin qəhrəmanı gənc və cəsarətli Rəhim uşaqlığından bəri eşitdiyi bu nağıllardan ilham alaraq mağaranın sirlərini tapmaq və orada gizlənmiş əbədi ümidləri kəşf etmək arzusu ilə yanırdı. Rəhimin uşaqlıq illərində nənəsi ona mağaranın sirlərindən, orada yaşayan qədim varlıqlardan və hər kədərin, hər itkin arxasında gizlənən ümid dolu mesajlardan danışırdı. Əziz balam, unutma ki, həyatın hər anında qəlbinin səsini dinləməlisən. Qaranlıq mağarada hər daşın, hər qaya kəsiyində min illərin hikməti gizlidir, deyərdi nənəsi. Bu sözlər Rəhimin ruhunda dərin iz buraxdı və o, böyüdükcə mağaranın sirrini açmaq üçün özünü hazırladı. Bir gün baharın gəlişi ilə kəndin ətrafındakı təbiət canlandı, çiçəklər rəngarəng açıldı və quşların nəğmələri səmaya qarışdı. Rəhim içindəki cəsarət və macəra arzusunu doyumsuz hiss edərək mağaranın yerləşdiyi dağın ətəyinə doğru yola çıxdı. O, yanında yalnız nənəsinin ona verdiyi köhnə dəftəri, bir neçə quru yeməyi və sərin su şüşəsini götürmüşdü. Yola düşərkən kəndin dar-daş küçələrindən, yaşlı evlərdən keçib, dağ yollarının çətinliyi və meşələrin dərinliyindən keçirək, sanki hər addımında keçmişin unudulmuş hekayələri onunla danışırdı. Dağ yolunun kənarında Rəhim bir neçə dəfə dayanıb ulduzlara baxır, hər damla suyun səsi və küləyin pıçıltısında, hər itki, hər kədərin arxasında yeni bir ümid var deyən təbiət sədalarını dinləyirdi. Bu səs onun ürəyində artıq təkcə nənəsinin sözlərini deyil, həm də öz içindəki səsi oyadırdı. O, bilirdi ki, mağara yalnız bir qapı deyil, eyni zamanda insan ruhunun dərinliyini aparan, keçmişin və gələcəyin sirlərini birləşdirən bir körpüdür. Nəhayət, uzun və yorucu səyahətdən sonra Rəhim dağın ətəyində yerləşən mağara girişinə çatdı. Mağara qapısı böyük daşlardan tikilmiş və üzərində incə oyma naxışlarla bəzədilmişdi. Qapının üzərindəki hər bir işarə min illərin hikmətini və sirlərini daşıyırdı. Rəhim qapının qarşısında bir an tərəddüd etdi, amma içindəki səs ona, get, içəri daxil ol və qaranlığın altında gizlənmiş ümidləri tap deyə xatırlatdı. O, dərin nəfəs alaraq qapını açdı və mağaranın qaranlıq sükutuna addım atdı. Mağara içəri girdikcə ətrafı tamamilə qaranlıq idi. Yalnız Rəhimin əl fənəri zəif işıq saçır, daş divarların üzərindəki köhnə naxışları, məxfi işarələri aydınlaşdırırdı. O, yavaş-yavaş addımlayaraq mağaranın dərinliklərinə doğru irəlilədi. Hər bir addımında mağaranın sükutlu divarlarında unudulmuş zamanların və kədərli xatirələrin sədası onu özünə çəkirdi. Rəhim mağaranın içində hər küncdə, hər daşda keçmişin unudulmuş hekayələrinin izlərini tapırdı. O, bəzən dayanıb, əl fənərinin zəif işığı altında, hər kədərin arxasında bir ümid var deyən təbiətin sədasını eşidirdi. Mağara dərinləşdikcə Rəhim bir otağa çatdı. Otağın divarlarından illərin tozunu üzərində daşıyan əcdadların, nəsillərin və qədim varlıqların izləri, rəsmlər və yazılar var idi. Bu yazılardan biri çox qədim və saralmış idi. Orada belə deyildi, qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu mesajını daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı yaşa, çünki həyat sənin üçün yeni başlanğıclar bəxş edər. Bu sətirləri oxuyan Rəhim öz içində bir atəş yandı. O, anladı ki, mağara yalnız fiziki bir məkan deyil, həm də insanın öz içində gizlənmiş, sarsılmaz ümidin, sevginin və hikmətin simvoluna çevrilmişdi. Hər kədərin, hər itkin arxasında sanki gözlənilməz bir başlanğıc gizlənir, hər qaranlıq gecənin sonunda bir günəş doğurdu. Rəhim mağaradan çıxmaq üçün bir müddət orada qaldı, hər küncünü, hər otağını diqqətlə araşdırdı və tapdığı hər bir nağılı, hər bir hikməti öz yaddaşına yazdı. O, artıq öz içindəki səsi eşidən, həyatın əsl mənasını anlamağa çalışan bir gənc kimi dəyişmişdi. Mağaranın dərinliklərində tapdığı sirlər onun ruhuna, ürəyinə dərin izlər buraxdı və o, qərara gəldi ki, bu öyrəndiklərini yalnız özündə saxlamasın, eyni zamanda bütün kənd və dünyaya çatdırsın. Geri qayıtdığı zaman Rəhim kəndin dar-daş küçələrindən, evlərin pəncərələrindən baxan insanlarda artıq dəyişiklik hiss etdirdi. Uşaqlar onun haqqında hekayələr danışır, yaşlılar isə keçmişin və mağaranın sirlərini xatırlayırdılar.
Bir axşam kənd meydanında böyük bir toplanış təşkil olundu. İnsanlar odun sobasının ətrafında ulduzların parlaqlığı altında Rəhimə mağara macərası və orada tapdığı sirlər haqqında dinləmək üçün bir araya gəldilər. Rəhim sakit və dərin bir səs tonu ilə mağarada keçirdiyi anları, divarlarda yazılmış 1000 illik hikməti və hər kədərin arxasında doğan ümidləri izah edirdi. Əziz və hörmətli xalqım, bu mağara yalnız bir daş kütləsi deyil, o, bizim ürəklərimizdəki səsi, hər kədərin, hər itkin arxasında gizlənən ümidin və hər sevincin başlanğıcını təmsil edir. Mən burada, bu qaranlıq sükutun içində 1000 illik nağılları, unudulmuş hikmətləri tapdım. Hər bir daş, hər bir oyma işində, hər bir yazıda sizə söyləmək istədiyim bir mesaj var. Həyatın əsl mənası, sevgi və inamla, hər kədərin arxasında doğan ümidlə yaşamaqdan ibarətdir. Biz yalnız öz iç səsimizi dinləsək, keçmişin dərslərini anlaya və gələcəyə ümidlə baxa bilərik. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik işlərlə məşğul olmur, hər anı, hər duyğunu dərin mənası ilə yaşamağa, keçmişin hikmətindən və mağaranın sirlərindən ilham almağa başladılar. Kəndin gəncləri məktəblərdə, evlərdə və ictimai toplantılarda Rəhimdən öyrəndiklərini tətbiq edərək, öz içlərindəki səsi tapmağa və həyatın hər anını sevgi, inam və ümidlə yaşamağa çalışırdılar. Rəhim mağaradakı macərasını və öyrəndiyi dərsləri təkcə şifahi şəkildə paylaşmaqla kifayətlənmədi. O, bu sirləri bir kitab halına gətirməyə qərar verdi. Mağaranın sirləri, qaranlıq altındakı ümid adlı bu əsərdə o, mağarada keçirdiyi hər anı, tapdığı hər hikməti və öz iç səsinin eşidilməsi ilə qazanılan dərin anlayışı təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər kədərinin, hər itkinin və hər sevincin arxasında gizlənən ümidin mesajı verildi. İnsanlar kitabın hər bir notunda öz həyatlarından bir parça tapır, hər kədərin arxasında doğan yeni bir başlanğıcın olduğunu öyrənirdilər. Kitab nəşr olunandan sonra kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. Məktəblərdə, saray otaqlarında və ictimai toplantılarda bu kitabın sətirləri tez-tez müzakirə olunurdu. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz iç səsini dinləyərək mağaranın sirlərindən və həyatın əsl mənasından ilham alırdı. Kəndin hər küncündə, hər ailənin qəlbində Rəhim və onun kitabının mesajı, sevgi, inam və ümid, parlaq bir işıq kimi yanırdı. Gələcək nəsillər də bu hekayədən ilham aldı. Gənclər Rəhim kimin öz iç səsini tapmaq, keçmişin dərslərini mənimsəmək və hər kədərin arxasında gizlənən ümid dolu mesajları öz həyatlarına tətbiq etmək üçün böyük addımlar atdılar. Məktəblərdə oxunan hər nağıl, hər dərs bu hekayənin dərinliyini və səmimiyyətini əks etdirirdi. Hər kəs həyatın ən böyük sirrini, öz içindəki səsi kəşf edərək bu səsin rəhbərliyində həyatın bütün çətinliklərini sevgi və inamla aşırdı. Beləliklə mağaranın sirləri, qaranlıq altındakı ümid adlı bu hekayə yalnız Rəhimin fərdi macərasını deyil, həm də bütün bir cəmiyyətin, bütün insanların öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o dərin səsi ifadə edir. Biz yalnız qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar, hər sevincin sonunda yeni bir başlanğıc yaranır. Bu bizim əbədi macəramızdır. Mağaranın qaranlıq altındakı sirlərindən, keçmişin unudulmuş nağıllarından və hər kədərin arxasında doğan ümid dolu mesajlardan ibarət olan insan qəlbində parlayan əbədi bir işıqdır. Həyatın ən böyük sirri sadəcə yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz, hər kəs qaranlıq mağaranın sükutunu dinlədikcə öz içimizdəki səsi eşidib, həyatın əsl mənasını, sevgi, inam və ümidlə dolu yeni üfüqlərə doğru addım atırıq. İndi ulduzların parlaqlığı altında hər kəs öz iç səsini eşitsin, çünki hər kədərin arxasında, hər itkin sonunda və hər sevincin içində doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Mağaranın sirləri bizə öyrədir ki, həyatın hər anı sevgi ilə yaşanmalı, hər çətinlik inamla aşılmalı və hər kədər yeni bir başlanğıca çevrilməlidir. Beləliklə, mağaranın sirləri, qaranlıq altındakı ümid adlı bu hekayə yalnız bir gəncin, yalnız bir macəranın deyil, bütün insanların öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz hər an öz qəlbimizin səsini dinlədikcə keçmişin hikmətini və gələcəyin ümid dolu işığını bir araya gətirərək həyatın bütün rənglərini və duyğularını öz nağıllarımıza çeviririk. Bu, bizim əbədi macəramızdır. Mağaranın sirlərindən, qaranlıq altındakı ümiddən və içimizdəki səsin rəhbərliyində doğan yeni başlanğıclardan ibarət olan sonsuz və dərin bir hekayədir.
Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini eşidərək həyatın əsl mənasını tapmağa və yeni ümidlərlə dolu addımlar atmağa davam etsin.